Zaqatala səfəri çərçivəsində Prezident İlham Əliyev rayon mərkəzinə çəkilmiş yeni su xəttinin açılış mərasimində də iştirak etdi. Dövlət başçısı Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin texniki göstəriciləri, eləcə də Zaqatala şəhərinin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu. Layihənin icrası, ərazilərin bərpası və yenidən qurulması üzrə agentliyə tapşırılıb. Agentliyin direktoru Əli Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, layihənin icrasına 2010-cu ilin noyabr ayında başlanılıb. Alıbəyli şirkəti məhdud məsuliyyətli cəmiyyət tərəfindən birinci mərhələ üzrə işlər yerinə yetirilib. 2 və 3-cü mərhələlərin işləri isə TTŞ İnşaat məhdud məsuliyyətli cəmiyyəti tərəfindən aparılır. Qeyd olundu ki, layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənib. Zaqatala rayonunda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhəri, Aşağı Tala, Yuxarı Tala, Car, Zilban, Göyəm, Çökəkoba və Kəbəloba kəndlərinin su tələbatı ödəniləcək. Layihənin tələblərinə əsasən 22 min şəhər və 26 min kənd əhalisinin gün ərzində su tələbatı tam ödənilməlidir. Dövlət başçısına məlumat verildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcək. O da bildirildi ki, laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib. Layihənin icrası 3 mərhələdə aparılır. Birinci mərhələdə Talaçay su mənbəyinin magistral boru xətti, su anbarları, xlor vurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərin tikintisi başa çatdırılıb. Bu mərhələdə 7 kilometrə yaxın magistral su xətti çəkilib. Su qəbul edici qurğular meydançasında keçid məntəqəsi, su qəbul edici kamera, suya xlor vurma və laboratoriya binaları tikilərək avadanlıqlarla təchiz edilib. Bundan başqa bir yeni su anbarı tikilib, daha bir su anbarı isə bərpa olunub. İkinci mərhələdə Zilbançay su mənbəyi yaradılıb və 4,76 km uzunluğunda magistral su xətti çəkilib. Şəhərin 2 zonasında su anbarları sahəsi yaradılıb. Bu sahələrdə olan su anbarları bərpa edilib, bir yeni su anbarı inşa olunub. Bundan başqa şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli su kanal idarəsi üçün inzibati bina və istehsalat bazası tikilib. Qeyd olundu ki, şəhərdə bütün abonentlərin su sayxacıları ilə təmin edilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə Çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Məhsuldarlığı gün ərzində 10 min kub metrə çatan Çirkab su təmizləyici qurğular kompleksinin potensialı Zaqatala şəhərini və 7 kəndi Aşağı Tala, Yuxarı Tala, Car, Zilban, Göyəm, Çökəkoba və Kəbəloba kəndlərini əhatə edir. Çirkab su təmizləyici qurğularda tətbiq olunan müasir texnologiya imkan verir ki, əsas təmizləmə göstəricisi normativə uyğun səviyyədə saxlansın. Qeyd olundu ki, Çirkab su təmizləyici qurğular kompleksi 2014-cü ilin 1-ci rübündə istismara veriləcək. Prezident İlham Əliyev Zaqatala rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.